Qurban bayramında bir neçə əməl müstəhəbdir. 1. Qusl etmək. Niyyəti budur. Qurban gününün quslunu verirəm, qurbətən ilallah. 2. Qurban namazını qılmaq. Qurban bayram namazı fitr bayramında, orucluğun bayramında qıldığınız 2 rəkat namaz kimidir və heç bir fərqi yoxdur və bu namazın özü müstəhəbdir, çox təkid olunmuşdur. Tək də qıla bilərsiniz, cəmiyyətlə də qıla bilərsiniz. Çalışın bu namazda həmin gün qılasınız. 3. Bayram namazından qabaq bir sıra dualar vardır ki, Əhl-i Beyt imamlarımızdan nəql olunmuşdur. Onları oxumaq. Onlardan biri Səhifə-i Səccadiyyənin 48-ci duasıdır və o dua belə başlayır. Allahumma haza yevmun mübarək və ardıca cümlələr vardır. 4. Bu gündə və başqa bayram günlərində təkid olunmuşdur ki, nüdbə duası oxunsun. Nüdbə duası da Məfatihül Cinan kitabında vardır. 5. Qurban kəsmək. Və həmin gün kimin imkanı varsa həcdə olanlara vacibdir. Kimin imkanı varsa burada olanlara da bəzi alimlər vacib biliblər. Bəziləri isə çox təkid ediblər ki, bu bayram günündə qurban kəsilsin və bayram namazından sonra qurban ətindən biraz yemək də müstəhəbdir. Qurban kəsilən zaman bir dua vardır, kitablarda var, çoxları bilirlər. Vəccəhtu vəcihilləzi fətərəs-səmavati vəl-ərdə hanifən muslimə elə başlayır və həmin duanı da inşallah oxumaq müstəhəbdir qurban kəsərkən. Və mən bu duanı ərəbcəsini deyirəm. Vəccəhtu vəcihilləzi fətərəs-səmavati vəl-ərdə hanifən muslimə və mə ənə minəl müşrikin. İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. La şərikə ləh. وبذلك أمرت وأنا من المسلمين اللهم منك ولك بسم الله والله أكبر اللهم تقبل مني. Bunu deyəndən sonra heyvanı kəsin. Allah qəbulləsin və əgər bir cəm insanlar bunu qurban kəsirsə, axırıncı minnini minna desin. Allahumma taqabbal minna. Və bu özün bölünsün. Ətlər əsasən imamlarımızın budurları 3 yerə bölünür. Qurban ətindən ev əhlinə verilir, qonşulara verilir, bir də kasıblara paylanılır. Təkbirlər var. O təkbirlər orucluğun bayramında da deyildi. Zöhr namazından sonra bu təkbirlərin deyilmə müstəhəbdir. Müxtəlif formaları vardır. Zöhr namazından başlayıb 12-ci günə qədər Zilhiccə ayında bu təkbirləri demək müstəhəbdir. Allahu akbar, Allahu akbar, la ilahe illallah, vallahu akbar, Allahu akbar, və lillahil hamd. Allahu akbar ala ma hadana, Allahu akbar ala ma razaqana min bahimetil en'am velhamdülillahi ala ma ablana. Allah bunu bizdən qəbulləsin.